Baş prokurorluq xaricdə yaşayan bir neçə jurnalist, politoloq və bloqeri Sevinc Osman qızı, Abid Qafarov, Altay Göyüşov, Ərəsin Oruçlu, Beydullah Manafov və Vaqif Allahverdiyevi dövlət əleyhinə çağırışlar və digər ittihamlarla istintaqa çağırıb və onların barəsində qiyabi həbs qərarları qüvvədə saxlanılıb. Hər birinə müxtəlif maddələrlə təqsirləndirilən şəxs statusu verilib və bir çoxu barəsində axtarış elan olunub. Rusiyalı jurnalist və şərq üzrə ekspert Ruslan İsmailova qoyulmuş 1 illik Azərbaycana giriş qadağası ləğv edilib və ona cərimə kimi ödənilən məbləğin geri qaytarılacağı bildirilib. O Bakıya əvvəlki iş yerinə dəvət olunsa da, hazırda Berlində yaşadığını və geri qayıtmayacağını açıqlayıb. Süleymanov 2022-ci ildən Azərbaycanda yaşayırdı. Rusiyanın Kiyevə raket və PUA-larla kütləvi hücumu nəticəsində 3 nəfər həlak olub, 26 nəfər yaralanıb. Kiyevin 6 rayonunda çoxmərtəbəli binalar dağıdılıb, yanğınlar baş verib, məktəb və xəstəxana da zərər görüb. Xilasedicilər qəzalı binalardan 40-dan çox şəxsi xilas ediblər.